Bir çoxumuz bəzən həyatdan bezdiyimizi, yorulduğumuzu, həyatın çətinliklərlə bizi qarşılaşdırdığını düşünürük, ümidsizləşirik. Amma bugün haqqında danışacağım kitabın həm adı, həm də özü bizdə hər zaman həyata, yaşamağa bir ümid verəcək. Kitabın adı Hər şeyə rəğmən həyata hə demək adlanır. Kitabın müəllifi isə Viktor Frankl'dır. Viktor Frankl tanınmış psixiatrdır, bu sahədə professordur. Çox qəribədir ki, talih elə gətirib ki, Viktor Frankl 3 il İkinci Dünya müharibəsi illərində faşistlərin əsir düşərgəsində yaşayıb, qalıb və o əsir düşərgəsindən çıxdıqdan sonra öz fəlsəfəsini, öz inancını, öz kitabları ilə və 40 illik fəaliyyəti ilə, mühazirələri ilə dünyaya çatdırıb. Elə bu kitab da onun o mühazirələrindən toplanmış 3 əsas mühazirəsi bu kitabın içində var. Nədir Viktor Frankl'ın əsas ideyası? O, hər zaman həyatda yaşamaq üçün bir səbəbin olduğunu inanır və bunu əsaslandırır. Hətta bu ideyasıyla o, əsirlikdə olduğu 3 il ərzində bir çox əsrin intihar etməsinin qarşısını alır. Onlara yaşamaq ümidi, bütün çətinliklərə, bütün məhrumiyyətlərə dözmək əzmi aşılayır. Viktor Frankl çox maraqlıdır ki, əsir düşərgəsindən əvvəl Viyanada, Avstriyada poliklinikanın, psixoloji, psixiatrik poliklinikanın rəhbəri olub və o ümidsizliyə qapılmış, depressiyaya məruz qalmış, intihar etməyə cəhd edən insanlarla işləyib. Onun bu təcrübəsi, bu biliyi əsir düşərgəsində də həm ilk növbədə özünün və əsir yoldaşlarının həyatda qalmağına səbəb olub və çox maraqlıdır ki, o əsir düşərgəsindən çıxdıqdan sonra 40-a yaxın əsər yazıb. Biz o kitablardan biri haqqında daha öncə danışmışdıq. Həmin kitabın adı İnsanın Anlam Arayışıdır. Mütləq həmin kitabı da əldə edib oxuyun və bugün əlində tutduğum bu kitabında əsas qısa məğzini elə bu abzas tam açır. Nəticə etibarilə bu 3 mühazirənin məqsədi budur. İnsanların bütün çətinliklərə, hətta ölümə baxmayaraq, fiziki və ruhi xəstəliklərin verdiyi əzaba baxmayaraq, həbs düşərgəsindəki qismətlərinə baxmayaraq, hər şeyə rəğmən həyata hə demək bacarığını sizə göstərmək. Bu kitab bəlkə də başqa insan yazısı sayılır və yaxud da Viktor Frankl'ın həyatının 3 ili əsir düşərgəsində keçməsəydi, biz bu kitabın səmimiyyətinə inanmaya bilərdik. Amma Viktor Frankl'ın oradakı əziyyətləri çəkməsi, bütün yaxın ailə üzvlərini, anasını, atasını, həyat yoldaşını, qohumlarını itirməsi. Amma buna rəğmən həyatda yaşamaq üçün özündə gücü tapması, hətta çox qəribədir ki, onun o ideyaları, o fəlsəfəsi, o yazmaq istədiyi əsər əsir düşərkən əlindən alınır, bir növ o kitab yoxa çıxır, itir, yandırılır. Amma Viktor Frankl sırf o əsəri yenidən yazmaq əzmi ilə, o kitabı mən yenidən yazacağım düşüncəsi ilə bəlkə də əsirlikdə sağ qala bilir və həqiqətən də o öz inancını bütün dünyaya yayır və psixiatriyada öz məktəbin, loqoterapiyanın əsasını qoyur. Bu kitabı əminəm ki, oxusanız çox faydalanacaqsınız. Özdəki qısa həcmli əsərdir. 116 səhifəlik bir kitabdır. 6 manat 90 qəpikdir. Kitabı oxuyun və hər şeyə rəğmən həyata hə deyin.